Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Öncelikle bir Müslümana, sonra da bir kişiye, kişi vəsfiyle vəsflənən birine fitne fesat törətmək məqsədiyle söz gəzdirmək icazəli deyil, ne de yaraşmır. Kişinin xislətindəndir ki, bir sözü yanında bir şey olduğu zaman onu koruyar, saklayar, kiməsə sözü demək istədiyi zaman da üzünə deyər. Amma nəmmamlıq, söz gəzdirmək, ara vurmaq məqsədilə nə müsəlmana, nə də bir kişiyə yaraşan sifət və xislət deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "La yedxulul cennete qattat." Nəmmam olan insan, yəni ara vurmaq məqsədilə söz gəzdirən cənnətə girməyəcək. Və bu əməlin nə qədər Allah qatında çirkin olduğunun bir dəlilidir. Esselamu Aleyküm.